Süd verməyən qadınlarda süd gəlməsi normaldır. Süd vəzinizdə süd gəlmə, südün ifraz olunması yalnız hamiləlik dövründə və süd vermə dövründə ola bilər. Digər hallarda əgər süd vəzinizdən südlü ifrazat gəlirsə, bunun dəqiqləşdirmək lazımdır ki, səbəb nədir? Bir çox hallarda pasiyentlər mənə müraciət etdiyi zaman onların yaxınlarının, qohumlarının onlara əgər süd vəzindən ifrazat varsa narahat olma, bu yaxınında, bu qonşunda da bu problem olmuşdu. Ancaq ki, o uzun müddət bu problemlə yaşadı və sonra isə o keçdi, getdi. Bu kimi məsləhətlərə siz inanmayın. Çünki süd vəzininizdən əgər ifrazat gəlirsə, südlü ifrazat xüsusilə də bunun əmələ gəlmə səbəbi müxtəlif ola bilər. Bu ola bilər abortlardan, əgər güclü stres keçirmisinizsə o səbəbdən ola bilər. Hər hansı bir dərman preparatları qəbul edirsinizsə bu səbəbdən ola bilər. Süd vəzininizdə ifrazat iltihabi proseslər səbəbindən də ola bilər. Bu problemin dəqiqləşdirilməsi və dərindən araşdırılması lazımdır. Çünki bəzi hallarda daha ciddi problemlər səbəbindən, məsələn, hipofizin adenoması səbəbindən də ola bilər. Əgər süd vəzininizdə hamiləlik yoxdursa, süd gəlirsə, vaxtında həkimə müraciət etməyinizi tövsiyə edirəm. Çünki çox qısa dövrə əhatə edən bir müalicə vasitəsilə bu problemi aradan qaldırmaq mümkündür.